Xoş gördük, əziz dinləyicilər. Biz ki, artıq bir neçənci dəfə idi ki, Rusiya Azərbaycan səfirliyi qarşısına zərbə vururdu. Mən düşünürəm ki, bunlar elə-belə addımlar deyil. Amma Azərbaycan da bu zərbədən sonra Azərbaycan Xarici İşlər Naziri Rusiyanın Azərbaycanda olan səfirini dəvət edib və ona nota təqdim edib. Və Azərbaycan prezidenti də birbaşa Zelenski ilə bu barədə danışıb və bu hərəkətin yol verilməz olduğunu çatdırıb. Bununla bərabər müharibə, Ukrayna-Rusiya müharibəsi kulminasiya nöqtəsinə sanki yaxınlaşır. Çünki dünənlərə edilən addımlar, bir-birlərinə vuran zərbələr intensivləşib. Ukrayna 1400 kilometr uzaqlıqda yerləşən Orsk neft ayırma zavoduna zərbə vurub ki, o zavod da 4 çeşiddə məhsul istehsal edirdi. Həm Orskaya, həm Novorossiyskaya və həm də digər ərazilərə də ciddi zərbələr endirib. Bu ciddi zərbələrdən sonra bir də ən vacib olan bir qərar ki var, bu qərar Rusiyanı çox narahat etmiş oldu. Nədir bu qərar? Məhz noyabrdan 90 gün ərzində Zelenski qərar qəbul edib ki, səfərbərliyin yaşı uzadılsın. Bu nəyə görə çox vacib idi? Çünki bunu Ukraynadan çox istəyirdilər ki, biz səfərbərliyə getməliyik, yeni qüvvələr ortada olmalıdır. Çünki Ukrayna öz müharibəsini müdafiə xarakterli və texniki imkanlardan yüksək səviyyədə inkişaf etdirməklə müharibə aparır. Ona görə də ölüm həddi 1-in 8-ə nisbətində olub. Bir nəfər Ukraynalı öldükdə 8 nəfər Rus ölür. Amma Ukraynada bildirir ki, biz hücum taktikasına da keçə bilərik. Bunun üçün də yeni səfərbərlik, yeni orduya ehtiyac var. Mən düşünürəm ki, bu günlərdə Rusiya bu barədə çox narahatdır. Niyə? Çünki yeni səfərbərliyin həyata keçirilməsi, yeni qüvvələrin yığılması bu yeni imkanlı, sürətli və ciddi hücum imkanları yarada bilər. Yəni Rusiya bundan ehtiyat edir. Buna qalsa Rusiya isə hər gün orduya insanlar qatır. Amma Rusiyanın orduya qatdığı insanlar kifayət qədər yararsız insanlardır. Bu yaxınlarda siz yəqin gördünüz ki, Hindistanda belə nümayiş keçirildi. Nəyə görə? Rusiyaya etiraz nümayişi keçirildi ki, buradan immigrant adıyla Hindistanlıları aparıb orada döyüşə salıblar və hamısını qırdırıblar. Yəni Rusiyanın bugün ordusu peşəkar olmayan ordudur. Amma Ukrayna ordusu isə kifayət qədər peşəkar ordudur və Ukraynada bildirib ki, bizdən ağır zərbələr gözləyin və bu ağır zərbələrin biz tez bir zamanda şahidi ola bilərik və bu səfərbərliyin də 90 gün uzadılması Rusiyaya deyərdim ki, ciddi bir mesajdır. Artıq müharibədə həqiqətən biz kulminasiya nöqtəsinə çatdığını hiss edirik. Çünki gərginlik və döyüşlər daha radikal səviyyədə artmağa başlayır. Təşəkkür ederim diqqətinizə görə.